Assalamu alaykum, hörmətli televizor kögüçülər. Görüb atqınızlar Erkin Asiya Radiosu, Tor televiziyasının aptal xəbərlər proqramısı. Məzkur proqramımızda radioda müşahidi içində anlatılğan bir qism Uyğurlarga dair mühim xəbərlərimizni əsiltib ötdümiz. Mən Erkin. Mən Gülçehra. Dünya Uyghur Qurultayının rəisi Rabia Qadri xanım ötən peyşənbə günü, yəni 27 oktyabr, Xalqara Keçirim Təşkilatı şöbə orqanlarının məsulları yığınığa şərəf mehmini sübutida təklif bilan qatnaşqan. Bu yığında Rabia Qadri xanım Xalqara Keçirim Təşkilatının Amerikadakı 8 şöbə orqanının məsulları və məzkur təşkilatını qollığıcı bir qism karxançılar bilan uçraşqan. Rabia Qadri xanım məzkur yığında növbətdəki Uyğur vəziyyəti haqqında doklat bəgən, həm də yığın qatnaşqıcılarının suallarına cavab bəgən. O doklatında Uyğurlarının pasport məsələsi və yeni dini çəklimlər haqqında nöqtəlıq toxtalğan. Germaniyadagi İlham To'xti gruppasi o'tgan hafta İlham To'xtini Germaniya Dolqunlari radiosi ta'sis qilgan Erkin so'zlash mukofotining 2017-yillik nomzodligiga tavsiya qilgan. Erkin so'zlash mukofoti Yevropada 30 necha xil tilda anglatish berilgan Germaniya Dolqunlari radiosi tarafidan ta'sis qilingan bo'lib, maxsus kishilik huquq faoliyatchilari bilan hukumat siyosatlaridagi kamchiliklarni fosh qilganlik uchun ziyonkashlikka uchragan muxbir va jurnalistlarga berilgan. Bu mukofot 2015-yili Saudiya Arabistonlik Erkin Tor yazari Raif Badaviy apandiga 2016-yili Turkiya Hurriyet gazetining muxbiri Sedat Erginga berilgan ekan. Ötken hafta Uyghur munisipatlarga dövlət marşını oqutish təşviqatı haqqındakı bir qism film ictimai taratqularda taqilib kuchli g'ulg'ula qo'zg'agan edi. Chet ellardagi bir qism Uyghur faoliyatchilar va bu vaqtda inkas qaytirib, Xitoy doiralari ilgari har soha Uyghur mo'tavarlarini kichik olma usuli o'ynashga majbur qilgan bo'lsa, amdilikda Xitoyning dövlət marşını o'qitishga silib, Uyghur munisipatlarining omma orasidagi obrazini xunuklaştirishga urinyotidi deb ko'rsatdi. Radiomiz mazkur film haqida aniqlash elib berib, uning yaqin noyisida suratga ilinganligini, doiralarning diniy radikallikqa qarshi turish veveskisi ostida bu faoliyatni uyushtirganligini oshkorladi. Uyghur kuzatuvchilar Xitoyning yuqori besimlik siyosati ostida yashayotgan Uyg'urlarning tarixdan buyon milliy zulmga qarshi turli shakllarda qarshilik ko'rsatib kelganligini alayda ta'kidlaydi. 82 yoshli Rabixon Musa ananing Xitoyning pasport cheklamasini dunyoga fosh qilganligi, 3 yoshli Uyg'ur bolaning Xitoy o'lkalarida bozor boshqaruvchilarga qarshilik ko'rsatganligi uning yuqori misollaridan ekan. Arzu Nurmamat o'z e'tiqodi va erkinlik uchun Xitoydagi Balit usulchiligidan voz kechib, İstanbuldagi tozlik xizmatini tanlagan Uyg'ur qizi. U 12 yosh vaqtida Ma'arif idorasining darvozasi ostidan o'milab kirib, noyatki Uyg'ur o'quvchilarga qartilgan tengsiz muomala ustidan shikoyat qilganligini bildirdi. Xitoy Kompartiyasi Şinjan Uyghur Avtonom Rayonluq Komitetining 9-cı növbətli qurultayı içilib atqan bir mezgildə Xitoy hökumət taratquları asas qatlamdakı ammaning Kompartiyaning g'amxo'rligiga erishib, partiya milliy siyosatining beg'izini chaqqanligi haqida bas-basti tashviqot xabar berishga boshlagan. Halbuki Uyghur elidagi yerlik Uyg'urlardan ilingan inkaslar Xitoy hökumət tashviqotining mohiyatini oshkor qilmoqda. Radiomizga inkas bildirgan bir kishi hozir hökumət tur degan yerda tursa, qil deganni qilsa, qilma deganni qilmasa, hech qanday masala chiqmaydi. Azroq so'zlab qolgan kishi tutilib ketadi. Bugun bu odam atisi yo'q degan bayonlar orqali navbatdagi vaziyatni tasvirladi. Mərhum Küreş Güsən hayat vaxtida özünün muzika cəhətdəki talanti, yangraq naqşları və vətən davası yoldakı tinimsiz fəaliyyətləri bilən Şivsiyada tonulğan idi. O bundan 10 yıl ilgiri, yəni 2006-cı il 10-cı ayının 29-cı günü Şivsiyada 47 yaşında aləmdən ötgəndən keyin onun ailəsindəkilər mərhumның şəxsi yığmalarını Şivsiya muzika arxiviga ötküzüb bəgən. Mərhumның vafatıga 10 yıl tolğan bugünkü gündə Şivsiya Dövlətlik Muzika Arxivi onun şəxsi həyatı, sənət icadiyeti və siyasi fəaliyyətlər haqqındakı məxsus yığma materiallarını şifrlaşqan arxiv toplumi sübtida ziyaretçilərinin huzuriga sunğan. Möhtərəm televizor kögüçülər, yuqorida Erkin Asiya Radiosu, Tor televiziyasının aptal xəbərlər proqramısını gördüңlər. Kelər həftə görüşəylik. Xeyr xoş. Xeyr xoş.